Salam, hörmətli tamaşaçılar. Bugün Saturasiya verilişində qonağımız Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Aysel Əhmədovadır. Onunla Azərbaycanda tibb hüququnun saturasiyasını ölçməyə çalışacağıq. Xoş gəlmisiniz. Xoş gördüm Turayna xanım. Aysel xanım, Azərbaycanda və ümumiyyətlə dünyada tibb hüququ nədir? Xəstənin hüquqları və öhdəlikləri nədir? Həkimin hüquq və öhdəlikləri nədən ibarətdir? Turayna xanım, ilk öncə onu qeyd edeyim ki, son zaman ölkədə baş verən hadisələr onu göstərir ki, bu sahədə maarifləndirmənin aparılması çox zəruridir. Çünki bu sahədə vətəndaşları, pasiyentləri, həmçinin həkimlərin maarifləndirməsi düzgün münasibətlərin formalaşmasına gətirib çıxardacaq. Həmçinin də bu sahəyə həm etibarın, həm düzgün belə deyək, hüquq münasibətlərinin formalaşmasına da zəmin yaradacaq. Bizdə əsas bu sahədə, tənzimləyən qanunvericilik əhalinin sağlamlığının qorunması ilə bağlı qanunvericilikdir ki, orada birbaşa qeyd olunub, pasiyentlərin hüquqları və bir hüquqşünas kimi həmin hüquqları təhlil edəndə mənə maraqlı məsələ gəlir ki, həmin qanunvericilikdə birbaşa həkimlərin hüquqları qeyd olunmasa da, sadəcə o qanunun müəyyən bir hissələrinin təhlili artıq həkimlərin də hüquqlarının, formalaşmasına gətirib çıxardır. Misal üçün bir hüquqdan danışaq. Məsələn, təxirə salınmaz tibbi yardım istisna olmaqla yalnız həkimin razılığı ilə pasiyent artıq həkimi və yaxud da müalicə profilaktik həkimi seçə bilər. Bu nəyi göstərir? Onu göstərir ki, həkim, halbuki bizim pasiyentlərdə belə bir fikir formalaşır ki, həkim mütləq qaydada ona tibbi yardım göstərməlidir. Halbuki qanun deyir ki, pasiyentin hüququ o halda formalaşır ki, həkim buna razılıq verir, onunla bu münasibətlərə girsin. Yəni demək istəyirsiniz ki, həkim xəstəyə cavab verə bilər ki, mən səni müalicə etməkdən və ya mən səni əməliyyat etməkdən imtina edirəm. Bəli, belə bir hüququ var Həkimin belə bir hüququ var. Bu vəkillərdə də var, səhv eləmirəmsə. Bəli, vəkillərdə də var. Bu hissədə oxşardır Hipokrat münasibət. andı içmişik. Orada deyilir ki, əgər təcili yardıma ehtiyacı varsa, bu halda vəzifəmiz, borcumuzdur. Açıqcası Türkiyədə gördüyüm praktika nəyi deyirdi? Məsələn, orada həkimlərin hüquqlarını müdafiə edən bir təşkilat var və bunlar çox güclüdülər. Əgər hansısa həkimə qarşı şiddət uyğulanırsa ki, Azərbaycan Türkiyədən tibbin inkişafına görə və tibbdə baş verən yeniliklərin, reformlara görə hardasa 20 il geridən gəlir. Oxşar situasiyanın gələcəkdə Azərbaycanda da yaşanması olağandır, məncə ola bilər. Yəni necə oldu? Tibbi sığorta sistemi istifadəyə başlayandan sonra Türkiyədə həkimlərlə pasiyentlər arasında ciddi problemlər yaranmağa başladı. Belə ki, xəstə özündə o haqqı görməyə başladı ki, sən məni müalicə eləməlisən, sən buna məcbursan və uyğun reaksiyanı görməyəndə, imtina halını görəndə şiddət tətbiq eləməyə başladı. Belə şiddət halları olanda Türkiyədə indi də o praktika davam edir ki, həmin təşkilatların Türk Təbiblər Birliyi adlanır. Türk Təbiblər Birliyi ölkə səviyyəsində nüfuzlu bir qurum olduğuna görə elan edir və hər kəs xalatını çıxarır və artıq bugün həkim fəaliyyəti göstərməyəcəm deyib tətil elan edir. Bu şəkildə həkimlərin hüquqlarını müdafiə edirlər. Azərbaycanda bəs necə? Azərbaycanda həkimlərin hüquqlarını müdafiə edən hər hansı bir qurum varmı? Və ya ümumiyyətlə bizim hüquqlarımız, həkimlərin hüquqları hüquq sistemində nə dərəcədə tənzimlənir? Malpraktis hüquqda öz əksini tapırmı? Və ya müdafiəmizi necə etməliyik? Turayna xanım, ilk öncə onu qeyd edeyim ki, sırf bu sahə üzrə fəaliyyət göstərən qurumlardan hər kəsə məlum olduğu kimi Səhiyyə Nazirliyidir, həmçinin təbibdir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir ki, bu sahə üzrə müəyyən fəaliyyətlər göstərilir və artıq hər hansı bir münasibətlərdə problemlər yarandıqda müvafiq qurumlara müraciət etmək olar mübahisənin həlli üçün. Lakin qeyd etdiyiniz o həkim səhvi ilə bağlı Azərbaycan qanunvericiliyində sırf onun anlayışı verilməyib həkim səhvinin. Sadəcə olaraq belə bir hallar yaranda mütləq qaydada araşdırılma tələb olunur ki, burada baxılır, çünki həkimlər müəyyən bir protokollar... Çox üzr istəyirəm, balaca bir əlavə eləyəcəm burada. Əslində həkim səhvi ilə bağlı demək istədiyim başqa bir şeydir. Yəni malpraktislə bağlı. Məsələn, Türkiyə, Avropa və ABŞ-da da bu sistem var ki, həkimlər deyək ki, 50 il həkimlik fəaliyyətindən məşğul olacaq. Və həkimlik fəaliyyətində belə bir qayda var ki, dünyaca qəbul olunmuş bir qaydadır bu. Əgər bu fəaliyyət varsa, insan faktoru varsa ortada, illah ki, xəta ola bilər.
nəzərə alına bilinən, alına bilməyən faktorlardan dolayı xəta ola bilər və xəstə zərər görə bilər. Bunu adlandırırlar malpraktis. Malpraktisin ümumiyyətlə Azərbaycan hüququnda bildiyim qədər tanımı yoxdur, tərifi yoxdur. Anlayışı verilməyib. Və həkimlər buna görə sığortalanır. Yəni 50 il tibbi fəaliyyət göstərirsə, 50 il müddətində o ildə külli miqdarda sığortaya vəsait ödəyir ki, oxşar tibbi problem yaşansa, əgər hər hansı bir həkim səhvi, dırnaq arasında həkim səhvi baş vermiş olsa, xəstəyə dəyən zərər sığorta tərəfindən qarşılansın və həkimi qorusun. Amma Azərbaycanda bu praktika yoxdur. Xeyr, bu praktika yoxdur. Azərbaycanda sadəcə olaraq bizdə icbari tibbi sığorta var və yaxud da könüllü sığorta var ki, bu daha çox zərər çəkmişləri, yəni pasientləri qoruyan bir sistemdir. Sadəcə olaraq sırf dünya üzrə bu siz dediyiniz məsələnin formalaşması ilə bağlı qısa tarixçə vermək istəyirəm. Məsələn, əvvəl necə idi? Əvvəl münasibətlər belə formalaşırdı ki, həkimlər mütləq deyildi ki, yəni öz pasientlərinə bu görəcəyi bütün müalicə ilə bağlı, xəstəliyi ilə bağlı məlumat versin. Daha sonra ümumiyyətcə münasibətlər dəyişdikcə onu göstərdi ki, əksinə həkimlər pasientlərə nə qədər çox məlumat verirsə, onlar artıq həm həkimə etibarı yaranır və bununla əlavə həkimin verdiyi müalicə o düzgün cavab verir və burada etibarlı münasibətlər yaranır. Təbii ki, bu münasibətlər çərçivəsində həkimin də belə deyək, düzü səhlənkarlıq olmadan müəyyən bir səhvlərə yol verə bilər və bu bir çox ölkələrdə, məsələn mən İsveçi deyə bilərəm ki, orada belə bir anlayış var, no fault, yəni qəbahətsiz tənzimləmə deyək də. Yəni bu nəyi nəzərdə tutur? Məsələn, artıq hər hansı bir həkim səhvi olduqda pasient onu sübut etməli olmur. Yəni birbaşa artıq zərər varsa, o zərər qarşılanır. Yəni müəyyən bir qurum tərəfindən o zərər qarşılanır. Bu nəyi gətirib çıxardır? Həm mübahisələri azaldır, səhiyyə sisteminə etibar artır, həkimlərin artıq bu məsələlərdən üzləşməsinin qarşısını alır. Təbii ki, bunda belə bir sual yaranır ki, bəs belə praktikanın tətbiq edilməsi, təcrübənin tətbiq edilməsi həkimlərdə rahatlıq yaradırmı? Yəni onların bu sayədə araşdırma apardım və bu sual mənim özümə də çox maraqlı idi və göstərir ki, yox, əksinə, yəni həkimlərin özü daha motivasiyası yüksəlir və təbii ki, onların da əmək fəaliyyəti bir formada yoxlanılır. Çünki bunların hər hansı bir sertifikasiyası, lisenziyasının yoxlanılması zamanı nəzərə alınır ki, həkim səhvi nəticəsində nə qədər ödənişlər olunub həmin bu sistem üzərindən və bu artıq həkimlə bir fikrin formalaşmasına gətirib çıxardır. Düşünürəm ki, yəni bu təcrübə çox gözəl təcrübədir və bu həmçinin də yəni vətəndaşların, pasientlərin məsələn bəzi vaxtlar zərər az da olsa, yəni artıq onlar müəyyən bir vaxt itkisinə məruz qalmamağını, yəni daha çox da deyək ki, etibarın olmamasına ki, yəni mən buna zaman ayıracağam, vaxt ayıracağam, amma sonunda nə olacaq, mənim tərəfimdə mi olacaq hüquq, bunun cavablarını bilmədiyinə görə və artıq bu maddələri də işlək vəziyyətə gətirmirlər. Yəni artıq hər hansı bir hərəkət etmək də istəmirlər. Təbii ki, bir maddə, bir hüquq, bir norma bu işlənmədiyi təqdirdə orada da inkişaf da getmir. Mən düşünürəm indi bizdə Azərbaycanda bu məsələlərin qaldırılması, yəni artıq onun müəyyən bir bu maddələr müəyyən bir təkamülə məruz qalmasına, müəyyən bir inkişafına gətirib çıxardacaq. Təbii ki, müəyyən burada qarşı durmalar, yəni bəlkə də müsbət, pozitiv mənada qarşı durmalar da yarana bilər, amma bunlar qaçılmazdır, yəni. Bəli, deməli malpraktisin Azərbaycan hüquq sistemində yer alması lazımdır və Azərbaycanda həkimləri qoruyacaq bir sığorta sisteminin formalaşması lazımdır ki, bu həm xəstələri qorumuş olacaq, həm də həkimləri qorumuş olacaq, həm də ümumi işin keyfiyyətini yüksəldəcək. Təbii ki, bu həmçinin də məsələn belə deyək, şiddət olduğu təqdirdə burada artıq hüquq mühafizə orqanları da bu məsələyə cəlb olunmalıdır. Yəni artıq belə deyək, həkim səhvi heç kəs, yəni kiminsə bir səhv eləməyi digər şəxsin də həmin şəxsə qarşı hüquq pozuntusunu törətməyinə əsas vermir. Yəni həkim səhv eləsə, artıq bunu müvafiq qurumlar
araşdırmalıdır. Yəni şəxs özü burada məhkəmə qurması və yaxud da onu cəzalandırması düzgün bir metod deyil. Çox maraqlıdır sizin dediyinizdə mən onu xatırladım. Deməli, Malcolm Gladwell'in bir kitabında qeyd olunur ki, Amerikada, konkret Amerika ilə bağlı yazır və orada qeyd edir ki, həkimlərdən hər bir həkim sığortalanır. Necə ki, və sığorta sistemi, sığorta təşkilatı həkimi sığortalamadan öncə onu araşdırır. Araşdırır və özü üçün bir proqnoz ortaya çıxartmağa çalışır ki, bu həkimdən şikayət ehtimalı nə qədərdir? Bu həkimin sığorta xərci çoxmu olacaq, azmı olacaq? Ona görə qərar verir, sığortalasınmı yoxsa yoxmu? Orada özəl sistemdir çünki. Və maraqlı nəticədir ki, bu araşdırmanın nəticəsi o həkimlərdən daha çox şikayət olunmur ki, onlar xəstələrlə daha çox vaxt keçirdirlər. Onlar xəstəyə daha çox zaman ayırırlar. Hətta bəzi məsələlər var orada, məsələn 15 dəqiqəmi, 18 dəqiqəmi vaxt ayırıb bir həkimə və 2 qrupa bölünüblər. O həkimlərdən heç şikayət olunmayıb, hansı ki 18 dəqiqə vaxt ayırıb. Yəni bir neçə dəqiqə xəstəyə artıq vaxt ayırması və ola biləcək ağırlaşmaları, ümumiyyətlə müalicə prosesini və nəticələrini daha geniş izah elədiyi təqdirdə ondan şikayət olmur. Həkim səhvi olsa belə şikayət olmur. Orada hətta Alice Burkitt də səhv eləmirəmsə, hansı ki tibbi məsələlər üzrə avokatdır, yəni tibbi məsələlər üzrə vəkildir, sadəcə tibbi məsələlərə baxır. Onun belə bir qeydi var ki, mən 20 ildən çoxdur bu işlə məşğulam və hələ sevdiyi həkimdən şikayət edən xəstə görmədim. Dolayısıyla xəstələr o həkimdən şikayət edir ki, ona vaxt ayırmayıb, ona özünü dəyərli hiss elətdirməyib. Çox maraqlı nüansdır, Bəli, deyilmi? çox maraqlı nüans və bunu bayaq qeyd elədiyim o münasibətlərin təkamülü hissəsində də nəzərə almışdı. Hətta ABŞ-da belə deyək bir əsas akt qəbul olunmuşdu, HIPAA aktı deyə bilinir. Bu açıqlaması səhiyyə sığortasının portativliyi və deməli onun hesabatlılığı aktıdır ki, orada da sırf bu məsələlər, yəni məlumatlar mübadiləsi və bu bizim qanunda da var ki, məsələn, pasiyentin məlumat almaq hüququ. Bu əslində qalsa bu bu hüquq boş-boşuna formalaşmır. Mütləq qayda bunun bir tarixçəsi olur. Belə əsasında yatan bir fallar olur ki, bunlardan da elə siz qeyd elədiyiniz kimi pasiyent düzgün məlumat almalıdır. Bu artıq düzgün məlumatlandırıldıqda artıq onun həm səhiyyə sistemini o bilir ki, onu nə gözləyir. Yəni və müalicəyə cavab vermək xüsusiyyəti yaranır ki, çünki belə deyək, həkim ona düzgün, dolğun məlumat verməsə bundan bağlı, pasiyent düşünəcək ki, bu həkim məlumatlı deyil, özü ümumiyyətcə məni belə deyək, tam da ciddiyə almır. Yəni çünki bu bizim sırf vəkillərdə də belə bir münasibət var ki, yəni təbii əgər bir qurum işləyirsə, biz işləyiriksə, orada bir individual insan faktoru varsa, orada səhv də olur. Sadəcə düzgün münasibətlərin qurulması artıq düzgün də həm hüquq sisteminin, həm səhiyyə sisteminin formalaşmasına gətirib çıxardır. Amma sığorta ilə bağlı məsələlərdə təbii ki, bizdə məsələn hüquqda nəsə bir araşdırılma aparılanda formal həqiqətin nail olunmasına yönəlir məhkəmə sistemi. Bu nə deməkdir? Bu deməkdir ki, yəni artıq mövcud sənədlər, yəni bu daha çox sübut oluna biləcək hissələr nəzərə alınır. Yəni tam ki, o sizin vurğuladığınız məsələn düzgün münasibətləri biz kağıza daşıya Sənədləşdirə bilmirik, deyilmi? Yəni bəli, onları düzgün münasibətləri sənədləşdirə bilmirik deyə. Yəni amma sənədləşdirmə hissəsi də burada böyük rol oynayır və sığorta şirkəti ona görə o müəyyən bir meyarlar müəyyən eləyib və o meyarlar üzərindən sığorta siyasətinin qurulması da yəni əslində qalsa qanunidir. Ayşə xanım, burada bir şey düşündüm. Deməli, razılıq formaları var. Yəni hər bir xəstəyə hər hansı bir tibbi prosedur edilməmişdən əvvəl, bu cərrahi müdaxilə də ola bilər, sadəcə endoskopiya da ola bilər, məsəl üçün invaziv və ya qeyri-invaziv. Hər hansı bir müdaxilə edilməmişdən əvvəl həmin müdaxilənin açıqlaması, ortaya çıxa biləcək ağırlaşmalar, yan təsirlərlə bağlı bir razılıq forması olur. Bu dünyaca qəbul olunmuş və hər ölkədə tətbiq olunandır. Və xəstə bunların hamısını oxuyub, tanış olub,
qol çəkməlidir, imza atmalıdır, adını, soyadını yazıb imza atmalıdır. Bu kimi razılıq formalarının ola biləcək tibbi səhvdə ki, biz onu Azərbaycan hüquq sistemi onu səhlənkarlıq olaraq adlandırır, deyilmi? Malpraktis deyil, səhlənkarlıq adlandırır. Bu kimi durumlarda həkimi qorumaq gücü nə qədərdir? Yəni ümumiyyətlə o razılıq formalarının, o sənədlərin hüquqi ağırlığı varmı, çəkisi varmı? İlk öncə onu deyim ki, Turayna xanım, pasientlər arasında belə bir fikir formalaşır ki, onlar elə bir razılıq ərizəsini imzalasalar, artıq bütün məsuliyyət onların üzərində qalır və həkim bu halda hər hansı bir məsuliyyət daşımır. Və yaxud da ola bilər, indi həkimlər də bu fikirdə əks fikirdə olurlar ki, bütün məsuliyyəti mən yükləyirəm artıq pasientin üzərinə və mənim hər hansı bir məsuliyyətim olmur. Pasientlərin hüquqlarıdır ki, onlar tibbi müdaxiləyə yazılı və yaxud da bizdə qanunda birbaşa qeyd olunub ki, yazılı və yaxud da şifahi razılıq versinlər. Yəni burada artıq onu yazılı formaya daşıması hər hansı bir qanun pozuntusu deyil. Qanunvericidə belə bir hal var ki, məsələn, tibbi müdaxilədən əgər pasient imtina eləyirsə, bu mütləq qaydada, yəni nəticəsi həmin pasientə həkim tərəfindən izah olunmalıdır və bu sənəd mütləq qaydada həkim tərəfindən, həmin pasient tərəfindən və tibb işçisi tərəfindən imzalanmalıdır. Belə çünki ağırlaşma, siz dediyiniz kimi ağırlaşma olduqda artıq təbii ki, həkim həmin sənədə istinad edərək deyə bilər ki, yəni mən nəticələrinlə bağlı şəxsə məlumat verdim və o müdaxilədən imtina etdi. Amma belə qanunda belə bir hal da var ki, təxirə salınmaz məsələn müdaxilə olunursa, belə olanda və pasient buna razılıq vermək istəmir. Belə olan halda necə olur? Həkimlər tərəfindən mütləq qaydada konsilium yaradılmalıdır və artıq orada qərar verilir ki, bu tibbi müdaxilə edilməlidir yoxsa yox və həmin qərardan tənzimlənir. Ola bilər ki, məsələn, pasient özü az yaşlıdır və yaxud da ki, fəaliyyət qabiliyyətsizdir. Fəaliyyət qabiliyyətsiz dediyimizdə, yəni artıq öz hərəkətlərini idarə, o qərar vermək iqtidarında deyil. Belə olduğu təqdirdə, bəli, belə olduğu təqdirdə artıq onun qanuni nümayəndələri, qanun nümayəndəsi ki, bunda özünün müəyyən olma forması var, ora hissəyə keçsək sadəcə mövzudan çox kənar qalır. Yəni qanun nümayəndələri razılıq verməlidir. Bəli. Aysel xanım, başqa bir mövzuya keçid eləmək istəyirəm. Son zamanlar ölkə gündəmində kifayət qədər yer tutan məsələ həkimlərin sertifikasiyası məsələsidir. Və Milli Məclisdə, Ali qanunverici orqanda da bu gündəmə gətirildi, danışıldı, müzakirə olundu ki, sertifikatı bugün ləğv olunub deyib, sabahdan artıq fəaliyyətini stoplayırlar həkimlərin. Bu nə dərəcədə həm etik baxımdan, həm hüquqi baxımdan nə dərəcədə doğrudur və dünya praktikasında necədir? Dünya praktikasında sertifikatlaşma nəzərdə tutulub. Bayaq da dediyim kimi, əslinə qalsa sertifikatın mövcudluğu artıq müəyyən bir hüquqi sənədin olduğu və şəxsin peşə fəaliyyətinə yararlılığını sübut edən bir sənəddir sertifikatın mövcudluğu. Bizim qanunvericilikdə, yəni bildiyimiz kimi bu 5 ildən bir artıq sertifikasiyadan keçməlidir. Müəyyən düzdür, şəxslər var ki, onlar ya sertifikasiya buraxılmır, məsələn, rezidenturanı oxuyub və artıq 5 il müddət onu sertifikasiya cəlb eləmirlər. Yəni o rezidenturanı yeni bitirib və yaxud da belə deyək, hər hansı bir tibb işçisi öz sahəsi üzrə dəyişib ixtisasını, yəni ixtisasını dəyişəndə və ixtisasını aldığı diplomun ondan sonra o müddətdən hesablanır. 5 il müddətində o sertifikasiya cəlb olunmur. Amma o şəxslər ki, o tibb işçilər ki, artıq sertifikasiyadan keçib, ondan sonra onlar təzədən imtahan keçməlidir ki, imtahan keçirlər və sertifikasiya imtahanı uğurlu nəticələndirə bilmirlər. Belə olan halda qanun onlara 6 aylıq vaxt verir. Həmin 6 aylıq müddətdə onların iş yerləri saxlanılır və bunlar ondan sonra təzədən təkrar sertifikasiyaya cəlb olunurlar. Təkrar sertifikasiyadan keçə bilməyən şəxslər əmək qanunvericiliyinə uyğun olaraq onlar artıq işdən azad edilə bilərlər. Yəni 6 ay müddətində möhlət verilir deyək ki, növbəti sertifikasiya imtahanına qədər. Amma bu müddət ərzində həkimlik fəaliyyətindən məşğul olmasına icazə verilirmi? Orada iş yerinin saxlanılması artıq onu, çünki iş yerinin saxlanılması qeyd olunursa, artıq böyük ehtimal da onu ehtiva eləyir, yəni. Bəli, çünki məsələn, başqa ölkələrin praktikasında necədir? Amerikada məsələn, davamlı tibbi təhsil
sistemi var. Yəni continuous medical education, yəni davamlı tibb təhsili almağa davam eləyirsən. Yəni kurslar olur, onlara qoşulur, öz bilik və bacarıqlarını artıran işlər görür. Bu halda o zaten təhsilini davam elətdirmiş olur və yenidən imtahana məruz qalmaq zorunda qalmır. Çünki gördüyü fəaliyyət zaten onun fəaliyyətinin göstəricisidir. Anlata bilirəm, yəni izah edə bilirəmmi nə demək istəyirəm. Amma sanki Azərbaycanda bu tampon dönəmi olmur və ya bu qədər qanunların ciddi olmasıdır mı məsələ, yoxsa alt başlıqların olmaması. Məsələn, mənim üçün çox maraqlıdır həqiqətən. Tibbi sertifikatı olan, amma deyək ki, plastik cərrahiyyə üzrə sertifikatı olan, amma ömür boyu 5 dənə də olsun estetik cərrahiyyə əməliyyatı eləməmiş həkimmi daha güvənlidir, yoxsa keçmiş 5 il ərzində 7000 estetik cərrahiyyə əməliyyatı eləyib ciddi ağırlaşması olmayan bir həkimmi daha güvənlidir? Yəni bu hissədə etik ayrım, hüquqi ayrım necə olur? Kim qoruyur 7000 əməliyyat eləmiş, sertifikatının müddəti bitdiyi üçün fəaliyyətini dayandır deyən həkimi? Turayna xanım, çox gözəl sualdır, amma yəni mən bu hissədə bir yerdə də bir öz yanaşmamı da qeyd edeyim, fikrimi də bildirim ki, yəni ümumiyyətcə o sertifikasiyanın günü bu gün tələb olunması ilk başda da vurğuladığım kimi o müəyyən bir etibarlılıq, yəni güvən yaranmalıdır. Ola bilsin bizdə hələ o güvən hissi formalaşmayıb. Yəni çünki və artıq özünü doğrultmaq məsələsi var ki, o özünü doğrultduğu təqdirdə yavaş-yavaş bu təkamül olacaq, dəyişəcək. Çünki bu münasibətlər mütləq ki, dəyişən və inkişaf edən münasibətlərdir. Nə qədər bu mövzular aktual olacaq, nə qədər bu mövzular müzakirə mövzusuna çevriləcək və nə qədər ki, həkimlər, pasiyentlər bu hissədə öz hüququnu müdafiə eləmək istəyəcək, o qədər də bunlar inkişafa gətirib çıxardacaq və bu maddələrin bugün, məsələn, bunlar qanunun tələbi olan maddələr sabahsı günü, yəni bunlar dəyişə bilər. Amma bugünkü qanunvericilik əgər tələb qoyursa ki, yəni mütləq qaydada həkimin sertifikatı olmalıdır və o sertifikatsız fəaliyyət göstərirsə, bunun fəaliyyəti qanunsuz hesab olunacaq. Çünki vurğuladığım kimi məhkəmə sistemi, yəni bu araşdırılma aparılanda bir yerdə də formal həqiqətin, çünki bizdə yazılı qanunlardır, yəni qanunlar var və onlar o qanunlara mütləq ki, tabe olunmalıdır. Artıq sertifikatın olmaması sabahsı gün hər hansı bir səhv yarananda, həkim səhvinə baxılanda, yəni o araşdırılma mövzusudur və orada artıq o sertifikatın olmadığı da onun qanunsuz fəaliyyətinin olduğunu ehtiva eləyəcək göstəricisi olacaq. Ona görə bu halda xəstəxanaların üstünə hansı öhdəliklər, hansı vəzifələr düşür? Və ya xəstəyə bir şey olanda xəstəxananın hüquqları və öhdəlikləri nədən ibarətdir? Turayna xanım, ilk öncə icazənizlə mən ümumiyyətcə bunun da bu tibb müəssisələrinin tibb məsuliyyəti ilə bağlı tarixçəni də qeyd eləmək istəyirəm. Əvvəl ümumi məsələn ABŞ praktikasında necə idi? ABŞ-da yalnız həkim, yalnız şəxs olaraq o məsuliyyət daşıyırdı. Yəni bilirik ki, əməliyyatlar bu ekip işidir. Orada hər kəs olur. Düzdür, mən nə qədər hüquqi bilimlə tibbi hissəyə toxuna bilərəm. Yəni anestezioloqu olur, tibb işçiləri olur, yəni porterlər olur. Yəni bunların hamısının səhvinə görə yalnız həkim məsuliyyət daşıyırdı və bunun üzərinə nə qədər yükün qoyulduğu görünürdü. Sonradan yenə də təkamül olur, dəyişiklik olur və görürlər ki, yox, burada yəni yalnız hər şeyi həkimin üzərinə salmaq, hətta onlarda belə bir anlayış var idi. The captain of the ship, yəni gəminin kapitanı anlayışı verirdilər. Bu termin olaraq da formalaşmışdı. Sonra gördülər ki, o bu özünü doğrultmur bu sistem və tibb müəssisələrinin də məsuliyyətə cəlb olunması məsələsinə baxıldı. Bizdə necədir? Yəni bizdə bu formadadır ki, tibb işçisi artıq müəyyən bir tibbi müəssisə ilə əmək münasibətlərinə girir və o əmək münasibətlərinə girməmişdən əvvəl tibb müəssisəsi mütləq qaydada həkimin sənədlərinin mövcud olub olmadığını, həmin fəaliyyətlə məşğul olması üçün müvafiq sertifikatının olmadığını yoxlamalıdır, olub-olmadığını yoxlamalıdır.
və bu hissədə müəssisə də məsuliyyət daşıyır. Təbii indi bütün o hər hansı bir кейs olsa, hər hansı bir situasiya olduqda, araşdırılma olduqda bu delikdən yaranmış məsuliyyət kimi bu mülki qanunvericiliyin tələblərinə o işçisi olduğuna görə, işçinin səhvinə görə də işə götürən, yəni bu halda tibbi müəssisə də məsuliyyət daşıyacaq, yəni. Bir maraqlı məsələyə toxunmaq istəyirəm. Bu da dünyanın ayrı-ayrı ölkələrində müxtəlifdir və Azərbaycanda qəribə bir hal alıb. Reklam xəstələri çəkərək, xəstələri göstərərək və ya danışdıraraq həkimlərin reklam olunması. Bu bir tərəfdən belə bir fikir yaranır ki, bu xəstələrə çatmaq, ictimaiyyətə çatmaq və özünü ifadə etmək üçün həkimin xəstələri danışdırması qəbul oluna bilən bir haldır. Amma digər tərəfdən bəzi hallarda doğrudan da tanınmalı olan insanlar sadəcə bunu eləmədikləri üçün kölgədə qalır və əslində heç bunu əlbəttə ki, yargılamaq nə mənim işim deyil, nə sizin, amma bəlkə də uyğun olmadığı halda həddən artıq çox reklamla insanlara çata bilir bəzi həkimlər. Bu reklam necə tənzimlənir ümumiyyətlə hüquqi baxımdan və nə dərəcədə doğrudur xəstələrin çəkilib, danışdırılıb göstərilməsi? Azərbaycan hüququnda bunu məhdudlaşdıran bir şey varmı? Qeyd etdiyiniz məsələ həm ilk başda vurğuladığımız əhalinin sağlamlığı qorunması haqqında qanunda tənzimlənir. Bir də ki, əsas qanunvericilik olan reklam hissədə reklam haqqında qanunvericilikdə tənzimlənir. Sadəcə ilkin olaraq onu qeyd edeyim ki, yəni pasient özü razılığı verirsə, təbii ki, onunla bağlı video çəkiliş aparsın, o məlumatları yayılsın. Yəni bu halda qadağan olunmur. Sadəcə olaraq reklamın aparılma qaydalarına uyğun olaraq bunun hamısı olunmalıdır. Amma qanunvericilik bəzi tibb sahəsində bəzi məsələlər var ki, onu birbaşa qadağan edir. Məsələn, hamiləliyin süni yolla dayandırılması və yaxud da süni mayalandırma ilə bağlı hər hansı bir reklamın aparılması qadağan olunur. Məsələn, kütləvi bu müalicələrin, yəni hipnozla bağlı hər hansı bir hipnoz nəticəsində müalicənin effektivliyi ilə bağlı reklamın yayılması bu qadağan olunan bir şeydir. Dərman preparatlarıyla da bağlı, məsələn, bu reseptlərlə mütləq ki, resept olmalıdır o dərmanların satılmasında. Bunların reklamı icazə verilmir. Amma Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş müalicə növlərini, reklamını, yəni əgər pasientin hüquqları qorunmaqla bunun artıq qadağa edilmir. Sadəcə o dediyimiz kimi, yəni bu gizli reklam olmamalıdır, haqsız rəqabətə gətirib çıxartmamalıdır. Bu hüquq qaydalar mütləq ki, nəzərə alınmalıdır. Çünki Almaniyada belədir ki, Almaniyada bu şəkildə xəstələr üzərindən reklam qəti qadağandır. Heç bir şəkildə icazə yoxdur. Yəni. ABŞ praktikasında, məsələn, sağlamlıq turizmində istifadə oluna bilər. Reklam, siz dediyiniz kimi, qaydalara uyğun halda çəkildiyi təqdirdə. Amma o sağlam rəqabət məsələsi var ki, qeyd edirsiniz. O sağlam rəqabətin kriteriyaları nədir? Yəni bunu necə müəyyənləşdirmək olar? Hüquq bunu necə müəyyənləşdirir? Maraqlıdır mənə. Sağlam rəqabət, misal üçün, yəni belə bir şey deyə bilərəm. Hər hansı bir müalicə növüdür və onun əks tərəfləri var və həkim bunu artıq başlayır reklam eləməyə, amma onun yan etkisindən, əks mənfi nəticəsindən bağlı hər hansı bir məlumat vermir və bunun göstərdiyi bu müalicə növü nəticəsində, məsələn, yalnız pasientlərin müsbət nəticədə olduğunu vurğuluyursa, bu artıq haqsız reklama gətirib çıxardır, yəni və reklam qanunvericiliyin tələblərinin pozulmasına ehtiva edir. Yəni, misal kimi bunu göstərə bilərik. Aysel xanım, özəlliklə son bir neçə il ərzində sosial mediadan həddən artıq istifadə hər kəsə özünün platformasının olmaq imkanı yaradır. Bu, aiddir eyni zamanda həm həkimlərə, həm də xəstələrə. Lakin belə neqativ hallarla rastlaşırıq ki, ən çox da bu estetik cərrahiyyələrə aid olur ki, deyək, burun əməliyyatı olub və obyektiv dəyərləndirmədə ətrafdakı insanların yanaşmasına görə kifayət qədər peşəkar iş görülüb. Nəticə etibarilə xəstə heç bir fiziki və ya sağlamlığına dair zərər görməyib.
Amma xəstə görüntüdən narazıdır, çünki onun şəxsi qəbul elədiyi şəxsi algısı belədir ki, tam olaraq belə olmağını istəmirdi. Burada həkim səhvindən söhbət gedə bilməz əlbəttə ki. Amma xəstə həkimi şantaj eləyə bilir. Əgər təkrar əməliyyatı almasa, ki, təkrar əməliyyata alınmaq onun sağlamlığı üçün artıq zərərli ola bilər. Əgər onun istədiyi nəticə olmasa və bu həkim tərəfindən bütün maliyyətlər, maddi tərəflər qarşılanmasa, onu sosial mediada biabır eləyəcək, dırnaq arasında desək. Və sosial mediada həkim haqqında qarayaxma kampaniyaları bu şəkildə həkimlər haqqında baş verir. Belə olan halda, yəni sırf sosial media üzərindən olanda, onun işgüzar nüfuzuna xələl gəlməsinlə bağlı həkim özünü necə müdafiə eləməlidir? Və ya bu halda növbəti addım necə olmalıdır? Eyni zamanda Azərbaycanda oxşar, açıq həkim hüquqlarını müdafiə elədiyi durumlar varmı? Qarşınıza çıxıbmı? Təbii ki, Turayna xanım, bunun da hüquqi tədbirlər var və pasientlər, vətəndaşlar arasında, yəni belə bir fikir azadlığı ilə bəzi vaxtlar o fikir azadlığı ilə o böhtan, təhqir xarakterli məlumatları onlar yəni o cizgini tuta bilmirlər tam belə deyək. Yəni həkimlə bağlı siz dediyiniz məsələdə tutalım ki, hər hansı bir həkim bir tərəfdən həkim də öz fəaliyyətində, yəni səhv etmədiyinə də əmin olmalıdır və mütləq qaydada o hesab eləyirsə ki, yəni onun gördüyü iş bütün o protokollara uyğundur. Yəni və pasientin onunla bağlı verdiyi məlumat reallığa əks etdirmir. O bütün protokollara uyğun hərəkət edib və mümkün nəticələrdən biri də bu ola bilər deyə onu da məlumatlandırıbsa və pasient bununla bağlı məlumatlıdırsa, təbii bu özünü müdafiə mexanizmlərindən qorumalıdır. Yəni artıq onu tətbiq eləməlidir ki, bu da məsələn əgər böhtan xarakterli bir məlumat yayılıbsa və yaxud da təhqir edici hər hansı bir məlumat yayılıbsa və bunu sosial şəbəkə üzərindən edilibsə, bu artıq kütləvi xarakter daşıdığını göstərir və birbaşa da cinayət məsuliyyətinə gətirəcək əsaslar yaradır ki, qanunvericilikdə yəni böhtan, təhqir bu birbaşa cinayət məsuliyyəti yarada bilir. Və tutalım ki, bunu sosial şəbəkədə bir canlı yayım açıb deyibsə, yəni pasient və yaxud da bunu bir post şəklində deyibsə və yaxud da müəyyən bir status formasında yazıbsa, həkim bunu tələb eləyə bilər ki, eyni formada təqzib etsinlər. Yəni eyni qaydada canlı açıb bu məlumatın reallığa əks etdirmədiyindən bağlı təqzib etməsini tələb eləyə bilər pasientdən və yaxud da ki, statusu eyni formatda, yəni təkrarçılığa yol vermək. Yəni çox üzr istəyirəm. Belə olan halda belə başa düşdüm ki, həkim dərhal məhkəməyə müraciət eləməlidir, vəkili olmalıdır və məhkəmə qərarıyla cinayət işi açılmalıdır. Qarşı tərəfə araşdırılmalıdır. Böhtan xarakterli məlumatların bəli baxılması birbaşa məhkəmə tərəfindən baxılır. Artıq o özünün müəyyən şikayət ərizəsini formalaşdırıb məhkəməyə o sədrləşdirilmiş icraat qaydasında Bəs burada belə bir axı məsələ var ki, bu halda həkimin müraciət elədiyi müddət, məhkəmənin başlaması, məhkəmənin araşdırması vəziyyəti. Bu müddət ərzində deyək ki, söhbət bir cərrahdan gedirsə, bu cərrahın işgüzar nüfuzuna xələl gəlir. Həmin müddətdə əməliyyat eləyə biləcəyi xəstə sayı azalır, deyək ki, və ya terapiya ilə məşğul olan həkimdirsə, ona müraciət edən xəstələrin sayı azalır. Dolayısıyla o maddi zərər görür, mənəvi zərər görür. İndiyənə qədər ömrünü həsr elədiyi nüfuzu zədələnmiş olur. Bunun əksini sübut eləyənə qədər böyük bir dezinformasiyaya məruz qalmış olur. Yəni kim və necə müdafiə eləməlidir bu halda? Yəni bunun yerində daha tez, daha asan və cəld, reaktiv üsulla həll olunması mümkündürmü? Hüquqda belə bir şey nəzərdə tutulubmu? Turayna xanım, ümumiyyətcə hüququn əsas prinsipi odur ki, yəni bir mübahisə varsa, bunun məhkəmədən kənar formada tənzimləmə qaydası var. Məsələn, tərəflər öz aralarında danışığa gedib, razılığa gedib, həkim onu məsələn əgər müəyyən bir razılıq əldə olunursa, eyni qayda təqzib eləməsini tələb eləyə bilər və pasient buna gedirsə, artıq onu eləyəcək razılıq yolundan. Digər məsələ, həkim də eyni qayda çıxıb, yəni eyni formada deyə bilər ki, məsələn, orada yayılan məlumat
məlumatlar reallığı əks etdirmir. Yəni o bu halda hər hansı bir hüquq pozuntusu törətmir. Yəni o da özünü bir növ müdafiə mexanizmi tətbiq eləyir. Digər dediyiniz məsələ ki, yəni aydın məsələdir, bu məhkəmə araşdırılması vaxt alır. Düzdür, bizdə alternativ mübahisələrin alternativ yolla həlli qaydaları da var ki, bu mediasiya institutu artıq o institut da başlayıb formalaşmağa. Yəni həkim düzdür, bizdə bu məsələlərdən bağlı çox təəssüf ki, hələ ki müraciətlər olmur. Mediasiya yalnız boşanmalarla məşğul olur deyə düşünürdüm mən. Belə deyək, bəzi məsələlər var ki, bu ailə münasibətlərində və əmək münasibətlərində bu mütləq ki, mediasiya prosesini keçib ondan sonra məhkəməyə müraciət etmək olar. Amma digər məsələlərdə artıq bu könüllü formada da müraciət olunub, mediasiya vasitəsilə mübahisələrin həllinin orada müəyyən bir razılığın əldə olunması da mümkündür. Təbii ki, bu danışıqlara getmək üçündür. Danışıqlara gedirsə tərəflər. Əgər bu olmursa, məhkəməyə gedirsə və məhkəmədə dediyiniz kimi vaxt itkisi olur, həkim müəyyən bir işgüzar nüfuzuna xələl yetirilir. Bununla yanaşı məhkəmə xərclərinə məruz qalır, əlavə vaxt itkisinə məruz qalır və burada müəyyən bir sarsıntı keçirir, mənəvi sarsıntı. Təbii bu cinayət prosesi zamanı içində o işgüzar nüfuzuna xələl yetirilmə və buna görə ona maddi, mənəvi ziyanla bağlı kompensasiya almaq hüququ var ki, onu da mülki icraat qaydasında tələb eləyə bilər və yaxud da cinayət işinin içində artıq belə bir tələb eləyə bilər. Təbii əsaslandırmalıdır buna. Sizin qeyd elədiyiniz кейs üzrə, misal üçün, məsələn, belə bir xəbər yayılmasaydı, sabah həkim 10 əməliyyat alacaqdı və 10 əməliyyatın dünənki xəbəri eşidib artıq 5 pasient o əməliyyata gəlmirsə, bunun əldən çıxmış faydasıdır, yəni birbaşa həkimin və onu maddi sübut kimi təqdim edib məhkəmədən həmin pasientin düzgün məlumat verməməsi nəticəsində dəymiş ziyanı tələb etmək hüququ var. Bunlar hamısı geniş araşdırılma. Amma oxşar praktikanı görməmişik hələ ki, deyilmi? Yəni belə deyim, biz öz sahəmiz üzrə vəkillər də biz belə bir hallara məruz qalırıq. Yəni bu yaxınlardan da var idi, belə bir xəbər çıxmışdı. Bir tanınmış şəxs vəkili təhqir eləyir məhkəmə zamanı və biz vəkillər, şəxsən mənim özümün də olub elə bir praktikam, özüm təcrübəmdə mənə qarşı da, yəni böhtan xarakterli məlumatlar yayılmışdı və bundan biz müdafiə mexanizmi bilirik və məhkəməyə müraciət edib müsbət nəticə əldə etdiyimiz hallar da var. Yəni vətəndaşlar düşünməsinlər ki, yox, onsuz da doğrudan da belə çox düşünən var, yəni çox təəssüf ki, yəni yox, müraciət edəcəm, onsuz da vaxt itkisi olacaq, sonda nəticə necə olacaq, necə olmayacaq. Yəni bu suallar onları hərəkət etməyə qoymur. Amma vəkillər hərəkət eləyir və ona görə də ən azından bir nəticə əldə eləyirlər. Hətta tam hüquq və məhkəmə sisteminin içində olduğu üçün. O zaman buradan çıxardığımız mesaj, ev tapşırığı ondan ibarətdir ki, əgər oxşar situasiyaya məruz qalırsa bir həkim, deyək ki, şantaj və böhtan xarakterli olduğunu düşünürsə, yaxşı olar ki, bunu ictimaiyyətə açıq bir şəkildə, necə ki, böhtan atılmışdı, deyək ki, siz qeyd elədiniz canlı yayım açıb və ya hansısa bir paylaşımla bunu qeyd edib sosial mediada eyni şəkildə özünü müdafiə eləsin. Bu müddət ərzində hüquq mühafizə orqanlarına, məhkəməyə müraciət eləsin və nəticənin necə olduğunu da ictimaiyyətlə paylaşsın ki, əslinə qalsa hüquqlarımızı müdafiə edib bu cür şantaj, böhtan situasiyalarından özümüzü qoruya bilərik. Hətta yəni maddi və mənəvi təzminatın da alınması ilə bağlı o yönümdə də hərəkətlər eləyə bilərlər, yəni. Bəli, yəni heç kəsin azadlığı başqasının azadlığının başladığı yerdən o tərəfə keçmir. Onu məhdudlaşdırmaq olmaz. Çox gözəl. Son olaraq bugünkü tip hüququndan çıxardığımız bir neçə nəticələr oldu. Əgər bunları ümumiləşdirsək, xəstələr öz hüquqlarını bilməlidirlər. Onların hüququ var ki, hansı prosedurlara məruz qalacaqlarsa, onlara hansı tibbi prosedur olunacaqsa və ya əməliyyat olunacaqsa, bunlar haqqında geniş informasiya əldə eləsinlər. Bunu tələb eləmək hüquqları var. Öz sənədlərini almaq hüquqları var və bunlar geniş şəkildə yazılmalı, sənədləşdirilməlidir ki, sabahsı gün istifadə edə bilsin ehtiyacı olduğu halda. Razılıq formaları həkimlər üçün önəmlidir. Razılıq formalarının imzaladılması və xəstələrin bundan tanış olması. Burada ötürdüyümüz çox maraqlı bir mesaj oldu ki, həkimin xəstədən imtina eləmək hüququ var.
Yəni sən həkimsən, məni əməliyyat eləmək məcburiyyətindəsən deyə bir qayda yoxdur. Təbii ki, qanunda da qeyd elədiyimiz kimi o təcili təxirə salınmaz tibbi müdaxilə istisna olmaqla digər hallarda artıq həkimin imtina etmək hüququ var. Hüququ var. Bəli. Amma bu təbii ki, tibb müəssisələri harda ki təxirə salınmaz tibbi yardım göstərilmək üçün otaqlar varsa, mütləq qaydada onlar onlara ən azı belə deyək, ilkin yardımı göstərməlidir. Hətta bununla bağlı qısa bir hissəni qeyd edim ki, Turayna xanım, bayaq məsuliyyət hissəsində qeyd elirdik. Yəni tibb müəssisələrinin bu Amerikada o bayaq qeyd etdiyimiz akt vardı, HIPAA aktındakı. Orada qeyd olunub əsas məsuliyyəti orada nədə yaranır? O pasiyenti qəbul eləyir tibb müəssisəsi və onun məsuliyyəti nə ilə məhdudlaşdırır? Orada stabilləşdirilməlidir və onu orada screening, yəni onu ilkin yoxlamadan keçirməlidir. Və ondan sonra artıq təbii o belə deyək, qiymət siyasətinə uyğun olursa onların pasiyent orada davam eləyə bilər müalicəsini almağa və yaxud da ki artıq başqa bir onların imkanları yoxdursa yönləndirmə eləməlidir başqa bir tibb işçisinə, tibb mütəxəssisinə ki artıq o müəyyən bu müalicəni keçsin. Yəni təcili tibbi yardım şöbəsi varsa bir xəstəxanada, xəstə təcili vəziyyətlə ora müraciət eləyirsə, mütləq qaydada yardım almalıdır, tibbi yardım və vəziyyəti stabilləşəndən sonra əgər müvafiq müəssisədə həmin ixtisaslaşmış tibbi xidmət yoxdursa, başqa xəstəxanaya transferi təşkil olunmalıdır. Bu şəkildə xəstəxananın öhdəliyi mövcuddur. Bunu qeyd elədik. Və öyrəndik ki, həkimlərin hüquqlarının müdafiəsi cəmiyyətləri və tibb hüququ praktikası hələ ki ölkəmizdə ilkin mərhələlərdədir. Bəli, bizdə belə deyək, Azərbaycan Tibb Assosiasiyası var. Amma yəni mən şəxsən çox da eşitməmişəm onların fəaliyyətindən. Məsələn, Türkiyədə fəaliyyət göstərən elə bir həkim yoxdur ki, Türk Təbiblər Birliyini tanımasın və ya onun hansısa formada onun fəaliyyətinə təsirini öz üstündə hiss eləməmiş olsun. Təəssüf ki, biz bunu Azərbaycanda çox da adlandıra bilmirik, deyilmi? Mən qurumların adlarını qeyd eləmək istəmirəm, konkret qurum, amma sanki daha güclənməlidir bu sosial institutların gücü artmalıdır, deyilmi? Həkimləri qorumaq üçün. Belə deyək, daha çox hüquqi tərəfdən o münasibətləri görə bilirik, Turayna xanım, amma o qurumlarla həkimlərin öz münasibətləri o hissədə həkimlər daha dolğun cavab verə bilərlər. Çünki biz daha çox mübahisə yaranır, həmin mübahisə şikayətə necə baxılır. Yəni məsələn həkimlərin hər hansı bir hüququnun qorunması üçün hara müraciət, necə müraciət eləyə biləcək hissəsində daha çox kontaktda oluruq deyə. Düşünürəm ki, o hissədə sırf həkimlər məsələn dediyiniz qurumlara müraciət eləyəndə necə bir geri dönüş alırlarsa, daha düzgün məlumat verə biləcəklər həkimlərimiz. Malpraktis yoxdur. Azərbaycan qanunvericiliyində bu böyük ehtimal ki, olmalıdır. Başqa ölkələrdə mövcuddur. Çünki səhlənkarlıq demək deyil malpraktis. Yəni malpraktis həkim praktikasında bütün dünyada yol verilə bilən xəta miqdarını göstərir. Yəni bu halda bizi sığortalayan, həkimləri sığortalayan bir sistem də mövcud deyil. Bunu da gördük. Bunun üzərində də işlənməlidir. Ölkəmizin tibb hüququnun inkişafı baxımından və mütləq qaydada qanunvericilikdə bunların anlayışı verilməlidir. Çünki ümumi hüququn prinsipi odur ki, anlayış verilir və o anlayışdan artıq formalaşır. Çünki həkim səhvinin ümumiyyətcə bugünkü gündə, yəni axtarsanız hüquqda tapa bilməyəcəksiniz həkim səhvi. Sadəcə olaraq dediyimiz kimi araşdırma tələb olunur, həkim ümumi protokollar kənara çıxıb-çıxmayıb və yaxud da ki, bu müalicə nəticəsində bu mümkün nəticə yarana bilərmi? Çünki birinci baxılır səhv var, onun səbəb nəticə əlaqə, o isə və zərər varmı? Bütün bu məsələlər araşdırılır. Təbii bu həm pasiyent yönümündən çox böyük vaxt itkisi olur. Yəni adam nəticədə sağlamlığını itirib. Və inam məsələsi, ona görə bayaq ilk başda da qeyd elədiyimiz no fault sistemi, yəni ümid edirik ki, Azərbaycanda da o sistem tətbiq olunacaq nə vaxtsa. Reklamla bağlı onu dəqiqləşdirdik ki, Azərbaycanda reklama qadağa yoxdur.
Amma mütləq razılıq olmalıdır. Qadağa olunan təbii ki, hissələr var. Bəzi onu bayaq vurğuladıq sizdən bir neçəsini. Amma yəni təbii ki, mütləq qaydada onlar reklam qanunvericiliyin tələblərinə uyğun olaraq davranmalıdır. Bunun üçün də yəni yenə də gəlir hər şey düzgün maarifləndirməyə, yəni və düzgün məsləhətin alınmasına təbii ki, hər bir şey Aysel dayanır. xanım, bir məsələ son olaraq mənə maraqlıdır. Bir çox dünya ölkəsində hüquq təhsilinin də sonradan daha şaxələri içərisində təhsilin davamında ixtisas artırma kimi tibb hüququ təhsili alan və hüquqşünas olaraq özünü sırf tibb hüququndan məşğul olmağa həsr edən insanlar var. Bizdə təhsilin tərkibində belə bir bölüm varmı? Yəni tibb hüququndan öyrənilə biləcək, Bizdə təhsilini alına belə deyək, biləcəyi. Turanə xanım, sırf ixtisaslaşma, yəni artıq bir hüquqşünas kimi əmək fəaliyyətindən başlayırsınız, bu seçirsiniz və bu sırf şəxsin özünə bağlı bir hissə olur. Yəni qanunda belə məsələn sırf vəkillərin özündə ixtisaslaşmış vəkillər deyə yoxdur. Yəni sadəcə olaraq hər bir vəkil öz sahəsi üzrə seçir ki, məsələn mən tibb hüququ üzrə fəaliyyətimi daha çox genişləndirmək istəyirəm, bu üzrə aparmaq istəyirəm, əmək hüququ üzrə aparmaq istəyirəm. Amma təəssüf ki, yəni ümumi bazanı açıb baxsanız ki, yəni bu vəkil sırf bu sahə, düzdür, bizdə məsələn bütün vəkillərin reyestri var ki, orada artıq vəkillər özləri birbaşa qeyd eləyirlər ki, mən hansı sahə üzrə daha çox fəaliyyət göstərmişəm, yəni daha hissədə ixtisaslaşmışam. Yəni bu məlumat da hər kəsə açıq məlumatdır. Təbii ki, bu hissədə də vəkil düzgün məlumat verməlidir. Yəni yalan məlumat verirsə artıq vəkilin özüdür. Yəni o vəkillə onun müştərisi arasında olan bir problemdir. Amma qanunda belə bir sırf ixtisaslaşdırmış bu sahə üzrə vəkil anlayışı yoxdur. Son olaraq belə başa düşürük ki, tibb hüququ sahəsində ölkəmizin hələ gediləcək uzun bir yolu var. Bəli, birlikdə. Çox sağ olun. Saturasiya verilişini izlədiniz. Bugün tibb hüququndan danışdıq. Sağ olun, sağlıqla qalın.